Başçı tapşırıq verir, aidiyyatı qurum rəhbərləri icra etmir. Vətəndaşlar imanları ilə cəhənnəm qoxusu gələn kanalizasiya arasında qalıblar. Bunları bildirən vətəndaşları təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Köhnə şəhər Cümə məscididir. Biz inanclı adamlar bura namaza gəlirik hər gün. Gəlirik bura, evdən abdəst namazımızı alırıq, tərtəmiz gəlirik bura. Namaza görə içəri çatmamış elə çöldə kanalizasiyanı yiyib hopur üstümüzə. Bu da bizim elə dəstəmizin pozulması deməkdir. Bundan ötürü biz şəhər icra hakimiyyətinə də müraciət eləmişdik. İlqar müəllim şəhər vadakanalı müdirinə tapşırıq da vermişdi, Fərhad müəllimə. Hələ ki rezultat nəsə görünmür. Xahiş edirdik ki, bu işə bir daha baxılsın. Bu kanalizasiyanın üstü örtülsün. Qamışdır, milçək basıb hər yeri, hünüdür. Ən əsası iyi götürüb aləmi. Balayev Zakir, Həsən Balaoğlu. Mən də çox istəyərdim ki, bu məscidin qabağında olan kanalizasiya düzəlsin, bura turba atılsın və normal şəkildə, normal vəziyyətdə bizim məscidə gələndə heç olmasa bu iydən, qoxudan biraz uzaq olaq. Çox gözəl olardı ki, İlqar müəllim bu məsələni tez bir zamanda həll eləsin. Mən Şirvan sakini, Qəndərov Zahid, Marif oğlu, Rızaxan Qədirov 17 ada yaşayıram, Çırpalı qəsəbəsində. Mən dönənə başçının dönən qəbuluna gelmişim, ayın 18 iyunda. Başçının qəbulunda idim, başçıya getdim, müraciətimi dedim ki, meclislə bağlı, Allahın evidir, meclis kanalizasiyasını təmir etmədə bağlı meclis. Dönən başçıya dedim ki, meclisin kanalizasiyasını Başçı mənim yanımda Fərhada tapşırdı ki, gedinə Zahidin şikayətinə bax günə, Zahidin get şikayətini həll elə günə. O meclisin qabağındakı olan kanalizasiyanı bərpa elə düzəlginə, apar ora torbat günə, lukat günə, düzəlt günə ora. Bax, cənab başçı, baxın da, başçımız sağ olsun, İlqar Abbasov, Allah onun canını namaz oğlu, Allah canını sağ eləsin. Bizim həmişə dinləyir, bizim şikayətlərimizə baxır. Onun yanında oturan Orxandır, Fərhaddır, Maharətdir. Onlar bizim qardaş dinləmir. Ancaq onlar özlərini fikirləşir. Vətəndaşı fikirləşmirlər. Yəni işləyən kimi işləmirlər, nə də ki vətəndaşı dinləyən kimi dinləmir. İşləyə bilmirsiniz, öhdəsindən gələ bilmirsiniz cəmaatın. Qardaş, qoy işləyənlər gəlsin, işləsin, cəmaatın qoy şikayətlərinə baxsın, öhdəsindən gəlsin. Cənab başçı, baxın da, mən deyirəm, baba, sağ olsun dəmir yolu, bax, o üzü cəhdi, Allah canını sağ eləsin. Burada nə qədər yoldur ki, 50 metrə bura uzaq başı torba lazımdır, o başı var. Allah Mərdan müəllimin canı sağ olsun. Mərdan müəllim vaxtında ən az onda kanalizasiya sistemi yox idi, çəkilməmişdi Şirvana. Yəni qərar gəlməmişdi yuxarıdan. Yəni iydən qoxudan bax qalmaq olmur. And olsun. Xəstəlik də anasanitariyadır. Xəstəlik. Mərdan müəllim vaxtında bura dəfələrlə Fərhad müəllimə, cənab Fərhadın. Buranı dəfələrlə qazdırıb, bura təmizlətdirib. İndi Fərhad müəllim bəhanə edir ki, əlində koz tutuyor və mən ekoloqa keçir. Ekoloqa nətər cərimə edə bilər ki, bütün Şirvanın, bütün kanalizasiyası hamısı kürə axındır. Yəni bunu hamısı bilir. Çırpalıdan tutmuş, Həcqəhramandan tutmuş, Köhnə şəhərdən tutmuş, hamısı bütün nə qədər kanallar var, hamısı axır kürə tökülür. Onlar biz çay suyu içirik. Sağ olsun dəmir yolu, prorabı, orada biz üçün dəmir yolu çəkilmişdi. Orada kanalizasiya torbası atırdı, üstünə luklar da qoyuldu, əmək düzəltdi. Cənab başçı, biz gəlirik də qəbula. Niyə görə bu Orxan, Fərhad, niyə görə sizin dediğiniz sözü bunlar yerinə yetirmir? Niyə görə bu sizin dediğiniz sözləri bunlar yerinə yetirmir ki? Biz bu nə o da şeydir ki, bu kanalizasiya məsələsi, bu meclisin qabağında mən dəfələrlə sizin qəbulunuz olmuşam, dəfələrlə gəlmişəm. Bununla 10 dəfə, 15 yol məsələ açıram deyə, xırda məsələni mən mətbuata çıxartıram ki, yəni ki, bizə kömək olsun. Dövlət başçısına, prezidentimizə, Mehriban xanımla biz deyirik ki, tapşırırıq ki, bizə kömək eləsin. Nə olar ki, nə böyle bir məsələdir ki, buna Orxan, Fərhad niyə görə baxmır? Niyə görə bu məsələ eləmir? Bunun marağı nədir, interesi nədir ki, bu şey eləmir? Niyə görə sizin dediyiniz sözləri, sizin yanınızda oturan məmurlar, sizin dediyiniz şeylər yerinə yetirilmir? Niyə görə baxmırlar? Səbəb nədir? Adını nə qoyurlar baxmamağa? Burada nə interesi var ki, bu Allahın evidir, meçiddir. Biz meçiddən tut çalışırıq da, meçidin nə kanalizasiyası var, nə içərisinin asfaltı var. Meçid də bərbad vəziyyətdədir. Zaman namaz qıldığı yerə başlarına götürür, orada qabıq tökülür, hamısı tökülür. Meçidi bu yaxınlar bağlamışlar, sağ olsun, Allah canını sağ olasın, İlqar Abbasov. Məscidi açdırdı, birinci mərtəbə, ikinci mərtəbə. Cəmaat indi hamı dua edir, namaz qılırlar. Bax, indi cəmaat gəlbə, ibadət etmə, namaz qılma gəlirlər. Nağarlar, niyə? Allaha ibadət edirlər də. Öyle ki, burada Hindistan'da da gəlib bura namazını qılır, Pakistan'da da gəlib bura namazını burada qılır, İran'da da gəlib bura namazını qılır.